Bu evin indi son halını sizə göstərəcəm. Bu, yəni bu çəkilişdən əvvəl olan yəni evdir. Buradan kiraya çıxıb, kirayanın töküb dağıtdığını mən hamısını yoyub, təmizləyib sizə hamısını göstərəcəm inşallah. Baxın, baxın, baxın. Baxın, hamısını sökəcəm, çıxardacam. Baxın, baxın, nə gündədir, nə gündədir. Ay, yəni bu cürlə hamısını yoyub, təmizləyib, yığışdırıb. Sərəklərini də qoyub. Belə şey olar. Ayıbdır. Ayıbdır. Üçüncü sırayı nəyini saxlayacaqsın sən? Olar belə şey. Nədir? Belə şeylər olar mı? Ayıbdır. Baxın iş qapıların içinə. Ayıbdır. Bunu nəyi saxlayıb getmişsən? Bunu kim yığışdırmalıdır? Bunu mən mi yığışdırmalıyım hamısını? Ayıbdır. Sürüş soğanlarına qədər, kartoplarına qədər qoyub gediblər. Kiri paltarlarına qədər qoyub gediblər. Ayıbdır. Bunu verəm ki, başlamışam. İşi bitirib sizinlə paylaşacağım. Belə deyil. Mənim telefon mənə. Ben buraya.
sürtmüşəm təmizləmişəm. Aspiratordan çıxan su. Böyle saniye gelirken, tepeden gelirken de faydalanıyor. Bunun üzerine ne günlerdir. Adamın özünki olmayanda, bu çayen olanda, fabrikanın olanda böyle iyi. Bu ne zülümdür, bu ne zülümdür. Bunların hamısından temizləməliyəm mən. Buna bunun da altı Allah göstərməsin. Bütün tüklü paltarlarını qoyub gelir. Bütün tükləndirib evinin olan qadın qadağın. Bunlar belə şey. Və çox yəni ədəbsizlikdir bu. Buna mən nə ad verim, siz ad verin. Vallahi belə şey olmaz. İnsan olun, insan. İnsan. Kirli mundar paltar. Bütün tüklü paltarları varsa, nə mundar paltarları varsa hamısını qoyub gelir. Böyle şey olar. Nə mundarsızdır. Və bayaqlarım deməyəcəyəm o tüklü paltarları. İğrəncdir, iğrənc. Bu qədər belə bir insan ola bilməz. Bu saniyə görəndən sonra dəli olmuşam ki, bu nə gündədir. Adam bunu bu günə qoyub gedər. Bu nədir? Nədir bu? Nədir? İndi sürtüm təmizləyir. Acıyla suyunu silirəm. Acıyla su da. Ana, götür atar. Toplanan kaldı be. Ha, paltarları da ilə hamısını aparma. Götürdün mü? Niye götürdün? Patron ne verirse göreceğim. Abi gel götür hadi. Bu da zibil yığıblar, iylənmiş paltarlar hamısı. İğrənc. İşte o patronları Evi təmizə çarpmışam. Demək olar ki, işimi bitirirəm. Sofrası dinalda yudum sərdəyim. Attım paltar yana gülüşüm oldu, çarpdım. Demək olar ki, bitirirəm. Sivillər də getdi. Aspiratorda tərtəmiz təmizlədiyim. Gün kimi. Aspiratorda. Xaldimlikdə tərtəmiz. Aspiratorumda içlərini təmizləmişəm, tərtəmiz. Bırak boyaq, kişi. Əlimdən gələn qədər təmizlədim. Nə qədər sürtdüm, o yanıb izə getmədi. Beləncə təmizləyə bildim. Bu da mənim aspiratorum. Amma üstümü sürtdüm, qəşəng təmizləndi üstü. Baxın, götürən də beləncə götürüb necə təmiz. Üstündə də yəni qab yolucu şeylər, setkası, masakası, sürfəsindən necə götürürsə, xahiş edirəm, beləncə də təmiz, bax bu cürlə təmiz. Qoyub getsin. Xahiş edirəm sizdən, bu cürlə təmiz. Təmiz qoyub getsin. Mənə kirişit saxlamayın. İğrənçsiz, iğrənc. Saxlayanlar iğrənçdir. Çox təmiz. Hazırladıq, bu da qurudu indi. Yolanı salacağıq. Bu da evimizdə bir şey son halı.
Pərdələri qalmışam belə, pərdələri bilmirəm vuram. Necə eləyəm? Pərdələrim də təmizlənə qaldım. Yatağım. Kirayə verdiyim evin, yəni vitrini də vermişik. Çolu, plastinası. Yəni hər bir şeyi, bunu da düzəltdik. Artıq yaşamağa hazırdır. Yorğanımızı da saldıq üzünü. Onları da səliqəyə salaq və salam. Bitirdim, üstünü də gətirim salım. Bitti. Bu da yatağımız. Kirayə evimizin yatağı. Yuyulsa da orada ləkəsi qaldı. Bilmirəm ora nə dağıdıqlar, nə yiyiblərsə. Orada ləkəsi qaldı. Bu da kirayə verdiyimiz yatağım. Öpüsü və belə. Bitirdim evi. Təmizliyi bitirdim. Yığışdırdım. Mətbəxi təmiz. Hər tərəfi səliqəli. 2 gündə sildim, təmizlədim. Mətbəxdə də hər yer tərtəmiz. İnşallah ki, belə təmizliyi mənim kirayəçilərim də saxlayar. Orada meyvə ilə qab var, onu da saxladım ki, hansı kirayəçi istəyərsə qalsın. Kirayəçidən kirayəçiyə. Qalan amma kifləmiş şeyləri attım zibiliyə. Bunlar da qaldı beləncik. Kirayəçilərimizə. Bu zoğan meyvəsidir. Bu da almadım. Bu da zeytin yağıdır. Saxladım. Burada da xaltiyemiz də tərtəmiz. Əsas aspiratorumuz da tərtəmiz. Efedanımız da təmiz, səliqəli. Patlıcanımız da təmiz, səliqəli. Və xahiş edirəm gələnlərdən təmiz bu cürünə gördüyü kimi təmiz, səliqəli tərtib edib keçsinlər inşallah. Bunlar kimi pinti olmasınlar. Həm bir də deyim ki, buranın paltar asılqanı da var. Yəni paltar yuyub sərmək üçün arxada asılqan da var. Yəni tel. Bu da beləncik stolumuz. Son bir dəfə də siləcəm. Artıq təmizlədim, hazırdır. Bu da mənim kirayə evim. Kirayə verdiyim ev. Yəni bu cürünə mətbəxim. Bu beləncik. Yatağım. Sildim, təmizlədim. Daha yorulmuşam. Həqiqətən çox yorulmuşam. Bunu buradan beləncik kleylə vuracam. Bunu düzələn bir şeydir. Sildim, təmizlədim hər yeri. Burada ayaqqabı. Bunu da təmizləyib. Bir dənə bu kirayəçimizdən xoşuma gələn bir iş oldu ki, ayaq yolu çox tərtəmizdir. Yəni hər tərəfdə bulaşığı olsa da ayaq yolunu təmiz saxlayıb sağ olsun. Üzü ağ olsun o barədə. Amma başqa şeylər, o bizdə otaqlar fərqat. Amma buranı həqiqətən də təmiz saxlayıb. Hiss edirsən ki, xanım qalıb bu yerdə. Yəni beləncik. Buranı da tərtəmiz elədiyim. Bitdi. Yenə də deyirəm, pərdələri var. Pərdələrini asa bilərəm. Amma ki, gələnlər pərdəni açırlar. Ona görə də pərdəni asmıram. Gələn özü istəyərsə oradadır. Asar, özü istəmərsə yenə də bilmirəm, baxacam. Ola desin ki, assın. Çünki pərdəsiz ev yaxşı görünmür. Paltarı yuyam. Qab yulan yer. Tərtəmiz təmizləmişəm, səliqəli. Panik də verilir. Və burada qablarımız var, qazanlarımız var. Yəni nə lazım olsa yenə də verməyə hazırım. Orada çaşqa, xaladennik. Xaladennik'i də təmizləmişəm. Kirayəçimiz biraz səliqəsiz qoyub getmişdi hər tərəfi. Mən də tutmuşam, tərtəmiz halda. Bu da evimizin ümumi görünüşü. Bu da koridor. Və hamamımız gül kimi tərtəmiz. Pol vedrəsi də üstündə veriləcək. Bu da pol silərimiz. Kirayəçi gələr, istəsə pərdələri asa bilər. Kirayəçi pərdələri açıb ora qoyub. Yəni bu da evimizin ümumi görünüşü.